Değerli izleyiciler, Euro doların, pul doların rəqabətinə gəldikdə isə biz bunu VIP və Qonaqol Telegram kanalında müzakirə etmişdik. Satış əməliyyatı haqqında qrafik çəkmişdik və həmin satış əməliyyatlarında qiymətlər gəldi. Yüksək səviyyədə gəlirlərlə nəticələndi. Yəni bugün səhər saatlarında Euro 1180 pipsi gəlib və yuxarı doğru istiqamətində yəni 1.14 300'lərə tərəf yəni hərəkət edəcək və həmin nöqtələrdə korreksiyalar olacaq. Yəni yuxarı doğru qalxması biraz təzyiq altında. Satışlar isə 1.13 600'lərdən gəlir. Funtun olan rəqabəti haqqında da Telegram kanalında biz ətraflı məlumat vermişdik. Yəni bunu biz deyək ki əyani də göstərə bilərik və bu hissələrdə yəni qrafikdə görmüsünüz, bunu əvvəlcə çəkmişdik və paylaşmışdıq. Funtun olan rəqabətinə gəldiksə qısa bir məlumatı verim. Yəni yuxarı doğru istiqaməti yəni 1.33 yəni 300'lərə 400'lərə qədər olacaq, amma satış əməliyyatları üçün çünki ora gündəlik missiya tamamlanıb, satış əməliyyatları 1.32 800'lərdən gələcək.